Excel proqramında işləyərkən xanalara təkrar məlumatlar daxil etmək istəmirik. Yəni, bizdən tələb olunur ki, bu xanalara təkrar məlumatlar daxil olunmasın. Bu halda biz həmin xanaları seçirik. Homeland tabından Continental Formatting əmrinə giririk, birinci əmri seçirik. Duplicate Collision seçirik. Ekrana belə bir pəncərə gəldi. Bu pəncərədən biz duplikat əmrini seçirik və rəngi seçirik. Yəni burada biz mətni rəngi seçə bilərik və yaxud fon rəngi seçdim, qırmızı rəngdə. OK əmrini veririk. Bundan sonra bu xanalara, seçilmiş xanalara təkrar məlumat daxil edildikdə bu formada görünəcək. Yəni artıq təkrar məlumat daxil edildi. 456 daxil edirəm. Məlumat burada olduğuna görə artıq təkrar kimi göstərəcək. Beləliklə də biz xanalara təkrar məlumatların daxil edilməsinin qarşısını ala bilərik.